Ümumiyyətlə bu kimi hallar, bu qeybətdir, yalandır, təkəbbürdən danışılır. Bir çox belə əxlaqi xəstəliklər var ki, Allah Taala müraciət eləyəndə iman gətirənlərə müraciət eləyir. Bütün insanlara yox. Bəli, yalanı deyir, yalan danışmayın. Bütün insanlara da bəzən müraciət olur, amma bu kimi hallarda xüsusilə iman gətirənlərə müraciət eləyir. Görəsən niyə? Görəsən niyə Allah Taala ancaq iman gətirənlərə müraciət edir? Biz ötən verilişimizdə danışdıq təkəbbürdən. Dedik Allah Taala iman gətirənlərə müraciət edir ki, ey iman gətirənlər, təkəbbürdən uzaq olun. Və yaxud da biz danışdıq riyakarlıqdan. Ey iman gətirənlər, mallarınızı minnət qoymaqla, özünü göstərməklə, verməklə belə riyakarlıq etməyin. Belə sədaqə verməyin, sədaqə etməyin mallarınızı. Bu riyakarlıqdır. Niyə görə ancaq iman gətirənlərə müraciət edir? Ona görə ki, o zaman da var idi. Münafiq idilər. Adları münafiqdir də belə insanların. Zahirdə dindar, mömin görsənə bilərlər, amma əsl adları münafiqdir. Elə indi də var. Aramızda o qədər çoxdur ki. Aramızda o qədər çoxdur ki, adam peşmandır, yanında bir kəlmə danışsın, gedib o saat qıraqda danışacaq. Onun eybini açacaq, onun qeybətini edəcək, abrını aparacaq. O qədər belə insanlar var ki. Və ən çox yanlış fikirlərdən biri, belə bir fikir də var formalaşıb insanlar arasında, özünə də deyərəm. Birinin gəlir qeybətini eləyir, eybini açır, abrını aparır, sonra deyir ki, mən ondan qorxmuram, gedib onun üzünə də deyə bilərəm. Və yaxud da özünə də demişəm, bu kimi də fikir var, özünə də demişəm. Bunlar sadəcə belə deyək, özünüzü təmizə çıxarmaq üçün bu fikirlər səsləndirirsiniz. Çünki bu fikirlər qəbul edilməzdir və absurddur. Əgər özünə deyə bilərsənsə, niyə başqa yerdə danışırsan? Ged elə özünə denən. Əgər özünə demisənsə, yenə də niyə başqa yerdə danışırsan? Daha özünə demisən də kifayət eləyir. Niyə görə onun qeybətini başqa insanların yanında edirsən? Deməli, burada məqsəd başqadır. Məqsəd bir çox hallar ola bilər. O insana qarşı qeybətini etdiyin insanın paxıllığını da çəkmiş ola bilərsən. Və yaxud da onu hansısa bir yerlərdə özündən üstün bilirsən və ona çatmaq istəyirsən, çata bilmirsən. Elə ona görə də onu ayağından tutub yerə dartmaq istəyirsən. Elə ona görə də onun qeybətini edirsən, eybini başqa insanların yanında açıb tökürsən, abrını aparsan ki, o da hörmətdən düşsün. Amma əgər Allah bir insanı cəmiyyətdə, dünyada insanlar arasında hörmətli edəcəksə və yüksəklərə qaldıracaqsa, siz heç vaxt onu istər qeybətini etməklə, istər onun haqqında yanlış fikirlər formalaşdırmaqla, haqqına girməklə, nə ilə olur olsun, siz heç vaxt onu ayağından tutub yerə darta bilməzsiniz və çəkib aşağı apara bilməzsiniz.